Əziz izləyicilər, xoş gəlmisiniz. Hazırsınızsa gəlin birlikdə ləzzətli yeməklər bişirək. İstədim döşəməli plov hazırlayım. Əvvəlcə kənd çolpasını hissələrə bölüb yaxşıca yudum. Üzərinə xırda doğranmış soğan, müxtəlif plov ədviyyatları və xüsusi hədiyyə aldığım laçın keki otuzunu əlavə etdim. Dadını daha ləzzətli etmək üçün biraz turşu da qatdım. Duz və istiyotu vurub qarışdırdım ki, ət bütün ədviyyatları hopdursun. Qazanda düyünü süzüb altına qazmaq düzəltdim. Çolpanı qazmağın üstünə yerləşdirib biraz da zoğal əlavə etdim və üzərinə düyünü əlavə edib dəmə qoydum. Bu arada istədim plov dəmdə bişərkən dolmanın içliyini hazırlayım. İçliyə yağlı qiymə xırda doğramış soğan, düyü, şüyüd, kişniş və nanə əlavə edib qarışdırdım. Sonra bu qarışığı yarpaqlara büküb qazanda bişirdim. Bir tərəfdə ətirli, tamlı və doyumlu bir plov, digər tərəfdə isə yağlı və dadlı dolmamız hazır oldu. Nəticədə həm plov, həm də dolma masamı bəzədi. İkisi də möhtəşəm dadlı oldu. Bu yeməkləri 2 günlük hazırladım ki, həm uşaqların dərsindən sonra vaxtım qalsın, həm də biraz dincəlim. İnanın ki, görkəmindən çox dadına valeh oldum.